Uşaqlar, ümid edirəm ki, işləriniz, səhviniz qaydasındadır. Bugün biz sizinlə 9-cu sinifin dim toplusundan söz önləri mövzusunun test izahına baxacağıq. Mənim sizə məsləhətim odur ki, preposition mövzusunda bacardığınız qədər çox test işləyin. Əlinizə keçən nə test varsa işləyin. Çünki bu bildiyiniz havada qalması başqa bir şey, amma o beyninizdəkini tətbiq edəndə bu sizin daha rahat yadınızda qalacaq. İndi sözün testi işləmək üçün, necə ki, biz yadınızdadır conjunction mövzusunda da bunu demişdik ki, hər bağlayıcının tərcüməsini bilməliyik və cümləni tərcümə edə bilməliyik ki, biz də burada nəyin lazım olduğunu bilək. Eləcə də biz axı dedik ki, söz önü sözlər arasında əlaqə yaradır, fikri tamamlayır. İndi mən bunu tərcümə etməliyəm ki, bilim ki, buradakı əksik nədir və ora nə qoysam fikrim tamamlanar. Sözlər arasındakı əlaqəm axıcı olur. İndi bunu gəlin tərcümə edək. You can translate this article the help of a dictionary. Sən bu məqaləni tərcümə edə bilərsən lüğətin köməyi ilə. Mənim burada işimə ilə yarayacaq. İkinci testə baxaq. Haradansa qayıtmaq həmişə from-la işlənir. Return from. Üçüncü testə baxırıq. Kim gildəsə qalıram deyirəmsə, bunu ətlə verirəm. At Smith, at my relatives, at my friends, at Kate. Yəni Kate gildə qalıram, dostum gildə qalıram, qohumlarım gildə qalıram. Bu zaman at işlədirik. Amma kimin iləsə qalıram deyirəmsə with işlədəcəm. Baxın cümləm belə olacaq. Mən Smithlərdə Mrs. Smith və onun ailəsi ilə qalıram. İndi baxaq 4-cü testimizə. Burada live feili var. Live feili uşaqlar iki cür olur. Baxın, o bir işlənə bilər sözün ilə. Məsələn, live Paris deyək. Burada Paris. Bir də live for Paris deyək. Deməli, live feilinin iki formatı mümkündür. O söz önlərdən yalnız sadəcə for ilə işlənə bilər, ya da söz önüsüz işlənir. Bunların arasında fərq nədir? Leave Paris, Parisi tərk etmək deməkdir. Leave Baku, Bakunu tərk etmək deməkdir. Yəni, mən Bakıdan çıxıb gedirəm harasa. Amma leave feilindən sonra for sözünüzü işlədirəmsə, o deməkdir ki, mən Paris üçün yola düşmüşəm. Yəni, olduğum yeri Paris üçün tərk edirəm. Belə tam belə hərfi mənası belədir. Biz dedik ki, iki cür ola bilər, ya söz önüsüz, ya da for. Burada söz önüsüz variantı yoxdur, ona görə mən for seçirəm. 5-ci test. Take your things, your suitcase. Əşyalarını götür. Mən əşyanı götür deyirəmsə, haradansa götür deyirəm, düzdürmü? Çamadan olduğu üçün çamadanın içindən deyəcəm. İçindən də out of. 6-cı test. Put your things the drawer. Əşyalarını qoy deyirəmsə, nəyinsə içərisinə qoy deyirəm, düzdürmü? Drawer çəkməcənin içərisinə olacaqdır. İçərisində də into-dur. Answer feili də uşaqlar maraqlı bir belə deyim, sözdür. Sözünün yüklənməsinə görə. Baxın, to answer feil kimi olanda sözündən sonra sözünü qəbul etmir. Əgər bu feildirsə. Yox, bu isimdirsə, I have an answer to your question. Əgər bu isimdirsə, özündən sonra sözünü tələb edir. Deməli, dedik ki, feildirsə etməyəcək, amma isimdirsə özündən sonra sözünü tələb edəcək. İndi mən baxım ki, mənim 7-ci testimdə burada feildirmi, isimdirmi? Baxıram ki, feildir, cümlənin xəbəridir. Onda mən heç nə işlətməyəcəm. 8-ci test. Mike evə çatan kimi çarpayıda uzandı. Biz bunda çarpayının üzərində deyirik. Çarpayının üzərində uzandı. 9-cu test. Rely feili həmişə on sözünüsü ilə işlənir. 10-cu test. Nəqliyyat vasitələri ilə söz önlərinin işlənməsinin bir neçə qaydası var uşaqlar. Biz ya burada deyə bilərik ki, in a taxi, ya deyə bilərik ki, by taxi. Burada fərq nədir? Əgər nəqliyyat vasitəsini bildirən sözün önündə hər hansı bir article, əvəzlik, yəni determine varsa, mən in işlədəcəm.
Yoxdursa by işlədəcəm. İndi baxıram ki, mənim 10-cu testdə taksinin önündə heç nə determine yoxdur. Ona görə by işlədəcəm. 11-ci test. Təhlükəsiz deyil. Uşaqlara oynamaq kibrit. Deməli, burada mənə nə lazımdır? Uşaqlar üçün kibrit ilə oynamaq təhlükəsiz deyil. Burada uşaqlar tərəfindən bax by işimə yaramır. Uşaqlardan dən işimə yaramır. To play off match yəlik hal burada mənim işimə yaramır. 12-ci test proud feili həmişə off ilə işlənir. 13. Left feili leave feilinin keçmiş zamanıdır. Leave. Keçmiş zamanıdır. Və dedik ki, leave iki cür ola bilər, ya for ilə işlənməlidir, ya da sözünü olmamalıdır. 14-cü test. Agree, kiminləsə razılaşmaq, with ilə işlənir. They agreed with the manager. 15. Pleased, məmnun qalmaq feili də həmişə with ilə işlənir. 16. Həyatında in his life. Bu birləşmə Nərgiz Nəcəfdə cədvəlin içində var idi. Zooparkda deyərkən ət işlədirik. 18. Baxın, o gəlir Şotlandiyanın cənubu. Yəni bu cənubuna da gələ bilər. Yəni bura yönlük halda ola bilər, çıxışlıq halda ola bilər. Yəni burada to da ola bilər, from da ola bilər. Baxır hansını verdiyinə. Burada from veribdi, to verməyibdi. Ona görə mən onu seçəcəm. O Şotlandiyanın cənubundan gəlir. Çıxışlıq hal oldu. 19. Interested həmişə in ilə işlənir. 20. Afraid həmişə of ilə işlənir. 21 və 22-ci testlər eynidir uşaqlar. Biz in sözünüsünü keçərkən Nərgiz Nəcəf də bunu vurğulamışdı ayrıca. In sözünüsü zaman bildirən, yəni özündən sonra zaman bildirən söz qəbul edir və gələcək zaman ifadə edir. Yəni avtobus 10 dəqiqəyə gələcək. 10 dəqiqə sonra gələcək. Bu zaman mən in işlədirəm. Cavabım A olacaq. 22-də də eyni şeydir. Cavabım D olacaqdır. 23. Speak feili ya to ilə işlənir, ya da about ilə işlənir. Yəni kiminləsə danışmaq speak to'dur. Amma nəsə haqqında, kimsə haqqında danışıram deyərkən about işlədirəm. 24. Baxın, dedik ki, əgər kimgildəsə qalıramsa ət işlədirəm. Kiminləsə qalıram deyirəmsə with işlədirəm. Burada ət yoxdur, with seçdim. 25. Soyuq bir yanvar səhəri, soyuq bir gecə, qarlı bir gün. Bunları işlədərkən həmişə on sözünüsü ilə işlədirik. 26. Bakı mərkəzidir Azərbaycanın mədəni həyatı. Deməli, burada mənə yiyəlik halı olsa, cümləm tam düz olar. Bakı Azərbaycanın mədəni həyatının, yəni of, mərkəzidir. 27. Yenə left var, for seçəcəm. 28. Bu qaşıqlar nə üçün istifadə olunur? Ona görə for seçəcəm. Daha nə haqqında, nədən istifadə olunur, nəyə? Burada da istiqamət yoxdur. Bunları və yaxud da yuxarı istiqamət yoxdur. Heç biri mənim işimə yaramayacaq. 29. Turn the lights. İşıqları yandırmaq turn ondur. Söndürmək turn offdur. Cümləmə baxacağım ki, məndən yandırmaq istəyir, söndürmək istəyir. We must turn the lights to save energy. Biz enerjini qorumaq üçün işıqları söndürməliyik. 30. There are 3 candles. 3 şam var. Bu şam ola bilər stolun yanında, ola bilər stolun üstündə, ola bilər stolun altında. Hər bir şey ola bilər. Baxıram ki, anda altında verməyibdi. Ət yanında verməyibdi. Nə verib? 10 üstündə veribdi. Ona görə onu seçəcəm. Between iki əşya və ya şəxs arasındadır. Burada tək əşyadan söhbət gedir. Into içərisinədir. From dəndir. With ilə lalədir. Bunlar heç biri mənim işimə yaramayacaq. 31-ci test. Əgər ay və gün bir yerdə verilibsə, mən mütləq on işlədirəm. 32. I decided to go there on foot.
Piyada on foot deməkdir. Bu bir birləşmədir. Bunu əzbər yadınızda saxlayın. 33. İngiltərədə insanlar Christmasda qar arzulayırlar. Ölkədə, şəhərdə, kənddə, qəsəbədə deyərkən həmişə in işlədirik. 34 yenə eyni şeydir. İtaliyada deyərkən in işlədirəm. 35 yenə eyni şeydir. In Spain olacaqdır. 36. Tom ən yaxşı şagirddir. Baxın, mən sinifində ən yaxşı şagirdi deyə bilərəm. Sinifdə də ən yaxşı şagirdi deyə bilərəm. İndi burada gəlik halı bildirən of-u verməyibdir. Sadəcə in verib onu seçəcəm. 37. Look, bax. I think there is someone. Mən düşünürəm ki, kimsə var. The house, ev. Deməli, evin yanında da ola bilər. Ət olsun. Evin arxasında da ola bilər. Yəni behind. Evin önündə də ola bilər. Bunların heç birini verməyibdir. Sadəcə önündə verib deyə mən in front of the house seçəcəm. 38. Arrived in London. Baxın, yenə nəqliyyat vasitəsi oldu. Bayaq dedim ki, nəqliyyat vasitəsinin bir neçə hal mümkündür. In a taxi, taxi dedim. Əgər determiner varsa indi, yoxdursa by'dır. Amma burada da bir şey var. The plane. Baxın, nə vaxt onu işlədəcəm, nə vaxt in işlədəcəm nəqliyyat vasitələri ilə. Əgər siz nəqliyyat vasitəsinin içərisində ayaq üstə gəzə bilirsinizsə, ayaq üstə dayana bilirsinizsə, bu zaman on verəcəksiniz. Məsələn, qatarın, avtobusun, tramvayın, gəminin, təyyarənin biz içində gəzə bilirik, ayaq üstə dayana bilirik, düzdürmü? Amma maşının, taksinin içində sən ayağa qalxa bilmirsən, mütləq oturmalısan. Ona görə ayaq üstə dura bildiklərimizdə 10 verəcəyik, dura bilmədiklərimizdə in verəcəyik. Burada plane olduğuna görə mən 10 seçərdim, əgər determiner olsa. Burada determiner yoxdur deyə by seçirəm. 39. Partidə at deməkdir. At the party. Saturday night, əgər gün bildirən söz varsa, on işlədirik. Normalda at night deyərdim. Amma Saturday var deyə on Saturday night deyirəm. 40. It's very nice. Baxın, ikinci tərəfdən birinci onu seçsəm, day, gün sözü var. Yəni, ümumiyyətlə uşaqlar, haradasa gün varsa, birthday, Saturday, holiday, adicə sadəcə day. Harada day varsa, həmişə on işlədirsiniz. Bu ikinci tərəf mənim bütün variantlarımı çıxdaş edir. Bir də A variantı saxlayır. It's very nice near the sea on a hot day. İsti bir gündə dəniz kənarında çox yaxşı olur. 41. Baxın, dənizdə desəydim, in the sea deyərdim. Dənizin yanında, dənizin kənarında ya at the sea, ya da near the sea. Hər ikisi işlədə bilir. 41. Nəqliyyat vasitəsi verib, qarşısında determiner var. Ona görə mən in seçəcəm. 42. Ekskursiyaya getmək, to go on an excursion. Baxın, business tripdə olmaq, to go on a business trip. Dəniz səyahətinə çıxmaq, to go on a cruise. Ekskursiyaya çıxmaq, bunlar hamısı on ilə işlənir. Günün hissələrindən axşam üstü ilə isə in işlədirik. Deməli, D variantı mənim düzgün cavabım oldu. 43-cü test. Wait feili həmişə for ilə işlənir. Ofisdə isə at the office. Ofisdə deyərkən at işlədirik. 44. Evdə qalmaq deyəndə to stay at home deyəcəm. For a week, bir həftəlik deyəndə onu da for ilə işlədir. 45. They told. Told-dan sonra obyekt gəlsə də, gəlməsə də biz sözünü işlətmirik. Biz Danielə dedik, hər şeyi sonuncu görür haqqında. C variantı mənim ən düzgün variantımdır. 46-ya baxırıq. Baxın, burada said var. Dedik ki, tell feilindən sonra sözünü işlənmir. Amma said-dən sonra mütləq to olmalıdır. Said the girl
Aha, mən birinci tərəfdə to axtarıram. İkinci tərəfə baxırıq. Deməli, ikinci tərəfdə mütləq to olmalıdır. 3 variantım qaldı. Döşəməyə baxın. Be careful not to drop the plates on the stone floor. Deyirəm ki, ehtiyatlı ol. Boşqabları daş döşəməyə düşürmə. Döşəmənin üzərinə salma. Ona görə 10 olacaqdır. Daha burada yiyəlik və yaxud da içində dadə mənim işimə yaramır. 47. Harasa getmək deyəndə biz istiqamət bildirən sözünü işlətməliyik. If you go to Paris on a business, bayaq necə ki dedimi, on an excursion olur. To go on excursion. Burada da elə olacaq. To go on business, try to see all the places of interest there. Deməli, birinci tərəf to, ikinci tərəf on, Y variantı. 48. I got a postcard. Mən postkart əldə etdim. Deməli, kimdənsə əldə etmişəm, düzdürmü? Burada dan lazımdır mənə. From. They are on holiday in Rome. Ölkələrlə dedik, in işlənir. Y variantı düzdür. 49. Şəhərdə, qəsəbədə, kənddə deyəndə in işlədirik. Not far from the capital olacaq. Haradansa uzaq deyəndə, yəni nəyisə uzaq olduğunu bildirirəmsə, hardansa uzaq olduğunu bildirirəm. Ona görə də from işlətməliyəm. Dan. Mən uşaqlıqda kiçik bir qəsəbədə yaşamışam, hansı ki, paytaxtdan uzaq deyildi. Uzaq olmayan bir qəsəbədə yaşamışam. 50-ci test. Baxın, burada visit feili var. Visit feili də maraqlı feillərdəndir. Necə ki, answer ilə dedik ki, əgər feildirsə, söz önü işlənmir. To visit Paris və yaxud da to visit someone, somebody, somewhere. Amma isimdirsə, ondan sonra söz önü işlənməlidir. Parisə səyahət etmək, Parisə səfəri olmaq. Deməli, dedik ki, feil kimidirsə yoxdur, olmayacaq söz önü. Visit cümlənin xəbəridir. Ona görə mən sadəcə A və B-ni saxlayacağam. Xəstəxanada demək isə B-dir. Biz mən, dostlarım və mən xəstəxanada Tomu ziyarət etdik. 51-ci test. Yenə burada visit feil kimi ifadə olunubdur. Ona görə mən ya A-nı ya D-ni seçəcəm. Kənddə isə A bəndidir. In the village deyirik. 52. The children passed by a famous picture painted. Baxın, kimsə tərəfindən yazılan, kimsə tərəfindən çəkilən, kimsə tərəfindən edilən deyəndə by sözünü işlədirik. By tərəfindən deməkdir. Yox, burada qoymayım. 2 dənə by var. Sildik. B-dən D qaldı. İndi ikinci tərəfə baxaq. Without stopping to look at it. Baxmaq look at deməkdir. Tamam. Uşaqlar deməli qoca rəssam tərəfindən çəkilmiş şəkli baxmadan ötürdülər. Daha doğrusu baxaraq ötürdülər. Yəni özlərini baxmaqdan saxlaya bilmədilər. Görün şəkil necə gözəl olubdu. 53. Nədənsə imtahan vermək deyəndə həmişə in işlədirik. To take the exam in English. Əgər günün hissəsi ilə və yaxud da nə ilənsə fərq eləmir, həftənin gününü bildirən söz verilibsə və yaxud da ümumiyyətlə burada day sözü varsa, lap day sözünü verməyib də belə rəqəmlə ifadə edibdir günü. Həmişə bunlarla on işlədirik. Deməli, birinci tərəf in, ikinci tərəf on. 54. Yenə eyni şey. Monday afternoon deyirəmsə, Monday afternoon. Mən 10 işlədəcəm. Next week ilə isə heç nə işlənmir. Next, last sözü vaxt bildirən isimlərlə işləndikdə söz önü qəbul etmir. Last year, this year, nə bilim, next year, next week, next day. Bunların heç birində söz önü olmayacaq. 55. Kimsə çağırmaq deyəndə söz önü işlətmirik. To call the doctor. Ona görə digər variantları silirəm. Günün hissələrindən axşam çağı iləsə in işlənir.
Yenə in the evening var deyə in seçəcəm. Nəsə, kiməsə nəsə baş vermək deyəndə happen-dan to işlənir. Happen to us. 57-ci test. Skamyanın üzərində oturmaq deyirik deyə 10 seçirik. Nəsə haqqında danışmaq deyəndə about. Speak about the accident. Hadisə haqqında danışmağa başladı. 58. Nədəsə yaxşı olmaq ifadəsi var idi, nəyisə bacarmaq. To be good at something or to be bad at something. Nəyisə bacarmaq və ya bacarmamaq. Burada da ona görə birinci tərəf at olacaq. Listen feili isə to ilə işlənir. Ona görə A variantı. 59. Baxın, eyni şeydir. To be good at math. İkinci feildə də niyə uyğun gəlir? Deyir, mənə təəccüblə niyə baxırsan? Baxmaq, look at. 60. Plane var. Qarşısına determine yoxdur. Nəqliyyat vasitəsi. Ona görə by işlədəcəm. The box delivered by the mailman. Qutu poçtalyon tərəfindən çatdırılıbdır. Burada tərəfindəndir. Burada da nəqliyyat vasitəsilə işlənərək təyyarə ilə mənasını verir. 61. Afraid həmişə of ilə işlənir. Take care of da qayğısını çəkmək deməkdir. Həmişə of ilə işlənir. 62. To be fond həmişə of-la işlənir. Hava haqqında danışmaq da of olacaq. To talk to somebody, kiminləsə danışmaq deyəndə to veririk, amma nəsə haqqında danışmaq deyəndə about veririk. 63. Invited me to her wedding party. Məni toyuna dəvət etdi. Explain yenə to ilə işlənəcək. I explained to him. Mən ona izah etdim. Burada istiqamət var. C bəndi seçəcəm. 64. Decorate. Dekor etmək, bəzəmək feili. Uşaqlar, bəzəmək feilində əgər sən nə iləsə bəzəmisən, baxın burada verib ki, şarlarla bəzəndi. Düzdürmü? Burada ilə işlədəcəyik, with işlədəcəyik. Amma kimsə bəzədi deyəndə, kim tərəfindənsə bəzəndi deyəndə by işlədəcəyik. Deməli, hall uşaqlar tərəfindən şarlar və çiçəklər ilə bəzədildi. 65. Baxın, burada verir baxmaq və daha doğrusu look feili və the newspaper, qəzet. Biz bilirik ki, look feili hər bir fərqli söz-cümlələr qəbul edir və hər birində fərqli mənalar ifadə edir. Məsələn, look after qayğısını çəkmək deməkdir. Look through nəzərdən keçirtməkdir. Look for da axtarmaqdır. İndi bax, bizə nə uyğun gəlir burada? Michael newspaper-ı incələdi, gözdən keçirtdi və axtardığı məqaləni tapdı. Ona görə birinci tərəfdə look through nəzərdən keçirtmək olacaq, ikinci tərəfdə look for axtarmaq olacaq. 66. Haradansa qayıtmaq dedikdə from işlədirdik. Return from London. Əgər ay və gün bir yerdə verilibsə də 10 işlədəcəkdik. Ona görə B variantı tam düz olacaq. 67. Yenə return from ilə işlənir. Ay və gün varsa da 10 işlədəcəyik.